Mən ya'məl yezdəd quvvətən. Buyurur ki, kim əməl eləsə güclü olar. Əməl özü gücləndirər. Bu məclis əməl məclisidir. Biz evdən durub bura gəlmişik. Addım-addım gəlmişik. Bu addımlar hər biri ruhumuzda zəmin yaradır ki, İmam Hüseyni tanımağa. Vallahi, elə bir addımın elmə təsiri yoxdur. Addım elə bil ki, qəlbi qazıyır. Gəlmişik, oturmuşuq, mən danışıram, siz də əməl edirsiniz, indi mən də, hamısı əməldir bu. Ona görə bura gələn heç kimə pis baxmayın. Ola bilər bir dənə əlini sinəsinə aparsın, nuraniləşsin, vursun səni keçsin. Həccdə deyir, kafirləri Kəbəyə qoyma. İmam Hüseyin məclisində demir. Dünənin içki içəni filan, elə sözlər danışmayın, amandır. Bu başqa bir dəstgahdır, başqa bir düzəndir. Burada kiçik əmələ böyük qiymət verirlər. Ən böyük qiymət burada verirlər. İndi görəcəksiniz də bunu. Görmüsünüz də və görəcəksiniz də. Burada əlini sinəsinə aparmaq əməldir. İmam Hüseyin deyir, vay, mənim üçün nə böyük iş gördü. Allah haqqı belə deyir. Sən deyirsən, mən neynədim axı? Sən elədiyin müqabilində mən eləmək demək olmaz buna. Burada əməl mərifət gətirir, eşq gətirir. İcazə istəyək özündən bu məclislərdə ki, ağa icazə ver, sənin üçün bir iş görə bilim. Hayır, adama izin verilmir. İcazə versin. Allah heç kimə göstərməsin ki, İmam Hüseyin üçün iş görmək həsrəti ilə yaşasın, iş görmək imkanı olmasın. Mən bir nəfəri sizə tanıtdırım bugün, bir nəfəri sizin yaduza salın bugün ki, çox çalışdı İmam Hüseyin üçün bir iş görsün, eləyə bilmədi. Çox çalışdı İmam Hüseyin üçün bir iş görsün, eləyə bilmədi. Çox vurnuxurdu, özünü oda közə vururdu ki, İmam Hüseyinə bir şey eləsin. Çox çalışdı, eləyə bilmədi. O qəribdir, müslimdir o, Müslim ibn Əqil. O qəribdir, qürbətdədir. Çalışır ki, bir kiçik iş görsün, İmam Hüseyin üçün eləyə bilmir. Kiçik bir iş istəyirəm, eləyəm ağam üçün. Allahın nə işi var bu insanlarla? Kimlərə ağız açmadı İmam Hüseynə xidmət üçün? Kimlərə ağız açmadı? Bir dənə kömək eləyin ağam üçün bu işi görün. Heç kəs kömək eləmir. Bir şəhər qərib namərd adamın içində. Bir kömək eləyim ağama. İltimas eləyir. Nə iş görmək istəyir İmam Hüseyin üçün? Heç nə, xəbər göndərim ki, gəlməsin Kufəyə. Bu kiçik işi kim görər mənim üçün? Xəbər göndərim ki, gəlməsin Kufəyə. Ağa, gəlmə Kufəyə, bu işi necə görün sənin üçün? Bu xəbəri sənə çatdırım. Şureyh qazi ağız açır. Şureyh qazi ağız açır ki, bu xəbəri çatdıra bilərsən Hüseynə. O da gedir İbn Ziyada deyir. İbn Ziyad deyir, ay namərd, sənə söz demişdi. Darul İmarənin başına çıxanda ağlayır. Onu atacaqlar oradan yerə. Eləyə bilmədim, bunun üçün ağlayır. Eləyə bilmədim. Sözlə tənə vururlar, dil yarası. Nə oldu ağladın bəs? Kişi də ağlayar, Müslümə deyirlər. Deyir, yox, özüm üçün yox. Mən kiməm özüm üçün ağlayayım? Mən yoxam, mən bir yoxam. Məktub göndərmişəm əmmi oğluna. Onu mən çağırmışam bu namərdlər şəhərinə. Necə eləyim, çatdırım? Eşitmişəm Rüqəyyəni də gətirir. Eşitmişəm Zeynəbi də gətirir. Necə xəbər çatdırım gəlməsin?
Nə gözəl yazıb, Allah rəhmət eləsin. Adam tapmayanda deməyə, neynədir? Adam tapmır da söz desin. Səbah küləyə deyirlər, küləyə. Görün, nə gözəl yazıb. Adam tapmayanda xəbər çatdırın Hüseynə gəlməsin, neynədir? Üzün dolandırdı küləyə, söylə Hüseynə ey Səbah, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd-ü bəlaya gəlməsin. Söylə gilən gətirməsin, Küfəyə nazlı Əkbərin. Zülm ilə qanuna batar, türcəyi müşk əmbəri. Bəlkə firəngi tək apar, cümləyi Ali Heydəri. Zibhi əzim üçün bugün, Kuh-i minaya gəlməsin. Söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Gəlməyə yoxdur fürsətim, qan ilə namə yazmışam. Öldürəcəkdi Müslimi, Küfədə firqeyi zülam. Qardaşının uzun qolu, görmə rəva ola qələm. Bazıları ayaq yalın, dəşti bəlaya gəlməsin. Söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Söylə əm oğluma məni bikəsi eyləsin halal. Ərzimi bir bəbir elə, Ali əbaya şərhi hal. İki açılmamış gülüm, Küfədə zar-ı dilməlal. Qaldılar Əkbər ilə ol, Qasım həraya gəlməsin. Həsrətəm ol cəmalına, ah çəkin bu sinədən. Küfədə vardı qatilin, gəlmə həzim Mədinədən. Qoyma yetim Xədicəni, ayrı ola səkinədən. Başına əl çək ağlayıb, şur-i nəvaya gəlməsin. Söylə onun anasına, başına qara bağlasın. İki baladan ayrılıb, kövnü məkanı dağlasın. Tutsa əza Xədicədən, söylə ki gizli ağlasın. Bəlkə yetimliyin tozu, mahiliqaya gəlməsin. Söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Fatimənin kənizi bu, qissəni eylə kim tamam. Bir-birə dəydi mərd o zən, şura gəlibdi xas o am. Nohə edər bu natəvan, ruz-u şəb ağlayar müdam. Tapmasa bir dəri nicat, dar-ı bəqaya gəlməsin. Söylə Hüseynə ey Səba, kər bu bəlaya gəlməsin. Gördü əlindən heç nə gəlmir. Üzün dolandırdı Kərbəla yoluna. Əssalamu aleykə ya Əba Abdillah. Bu salamın cavabını İmam Hüseyin bilirsiniz nə vaxt verdi? Meydanda tək qalanda gördü yanında heç kəs yoxdur. Gördü köməksizdir, adamsızdır. Gör necə şərəfləndirdi Müslümi. Tək qərib halda qalanda yanında adam yoxdur, neynədir? Üzün dolandırdı Küfə tərəfə. Ya Müslim ibn Əqil, ya Hani ibn Urvə, qumu an nəvmətikum, ay Müslim, ay Hani, qalxın yuxuzdan. İmamvuz tək qalıb, İmamvuz köməksizdir. Bu ən böyük mükafat idi Müslümə. O ki eləyə bilmədi, İmam cavablandırdı. Bu gecə Kərbəlada nə xəbərdir? Bu gecə Hüseynin karvanı çatıb Kərbəlaya. Qardaş, bu hansı çöldür? Xanım Zeynəb deyir. Bura qədəm qoyandan dünyanın qəmi çöktür əymə. Dedilər, bura kərb bəladır. Dedi, əuzu billah minəl kərbi vəl bəla. Allaha pənah aparıram, qəmdən, qüssədən. Bəladan Allaha pənah aparıram. Zeynəbin əziz günləridir. Hamı baxır, gördü ki, Bəni Haşimin igidləri qaçır bir tərəf hamısı. Sürətlə gəlir, baxdılar, gördülər, bir əzəmətli xanım dayanıb kəcavədə istəyir yerə düşsün. Biri qaçdı, dizini qoydu yerə, Qasim, Əli Əkbər, Əvəlfəz, Hüseyin. İlahi, bu xanım kimdir? Bu Əlinin qızı Zeynəbdir. İzzətlə, cəlalla kəcavədən yerə enir. Hərəsi bir tərəfdən əhatə eləyib Zeynəbi. Deyir, həmin o xanımın vəziyyətinə Məhərrəmin 11-də baxırdım. Elə qaçır sağa, sola, gah qətligaha gedir, gah xeymələrə gedir. Bilmir o yetim uşaqları aram eləsin. Bilmir cənazələrə ağlasın.
Deyir, elə ki, uşaqları aram elədi, dedi bir dənə, icazə verin Hüseyni ziyarət eləyim, gəlim. Aşuranın 11-ci, Məhərrəmin 11-nin söhbətini deyirəm. Deyir, gəldi, gördü başsız bədən. İmam Hüseynə dedi, qardaş, diyan gəlirəm. Bir ziyarət eləyəcəyim yer var, diyan gəlirəm. Deyir, qaçdı əlqəmin kənarına. Əvvəl-fəz, bax, gör bacığın qollarını bağlayıblar. Necə dözürsən bu halıma? Necə ola bilər, uzanmısan, məni qolu bağlı aparırlar? Ondan sonra deyir, gəldi ağlaya-ağlaya özün saldı qardaşının cənazəsinə. O kəsib boğazına, belə bir söz dedi, Hüseyin, and olsun canıva, öz ixtiyarımda olsa getməzdim buradan. O qədər ağlayardım, canım çıxıb sənə qovuşanacan. Amma mənim əlimdə deyil, zorla aparırlar. İmam Hüseyin ağa məni bağışlasın. Tarix yazır ki, ərəblərdən bir dəstə gəldi, qamçı çıxartdı, qamçı ilə xanımı vura-vura qardaşının cənazəsindən ayırdılar. Əla lənətullah aləl qavmiz zalimin.